Herkese salam, ben Nərmin Nazimlim. 3 il aradan sonra yine mən. Niye 3 il aradan sonra başladım? Çünkü 3 il müddətində mənim ən qalmaqallı dövrüm keçdi deyə bilərəm. Qaldırmağıma ən böyük səbəb isə bildiyiniz üzrə mən pervod olmuşdum və alt qrupum, kəsirlərim var idi. 9 dənə alt qrupda oturmuşam mən pervod olduğuma görə, bəli. Ona görə düşündüm ki, ən qalmaqallı dövrdə vlog çəkməyi dayandırmalıyam. Və 3 ildən sonra düşündüm ki, artıq tənbəlliyin daşını atmaq lazımdır. Vlog çəkməyə başlamaq lazımdır. Maraqlı kontentlər yarada biləcəyimi düşünürəm. Yəni, irəlidə yaxşı fikirlərim var. Bugün çəkəcəyim vlogun mövzusunu yəqin siz artıq adından görürsünüz. Praktika dərsim var. Mümkün qədər sizə videolar çəkib göstərməyə çalışacağım. Düşünürəm ki, 3 və 4-cü kurslara maraqlı bir video alınar və onların marağını da çəkər. Əsasən, belə, artıq evdən çıxmaq vaxtıdır. Çünki biraz keçişmişik. Başla, birinci grup. Başlayın. Ama əvvəllər 26 manat tətbiq çıxdı. Sonra isə qızlar da daxil oldu. Sonra yapışdır. Yazdıkça tez-tez oxu. Onlar şəhərdə bir-birinə mehriban olaraq, xüsusilə işarə ilə sağlamlaşır. Olduqları kitabları ilə iştirak edir. Əla. Ama bu tam doğru məlumat deyil. Çünki bəzi ölkələrin bayrağında 2 rəngi olur, bəzilərində tək olur. Yəni bunu qəbul edə bilmirəm. Kartonu yerə qoyub, əylə hərəkət götürək. Bu demək 2 dərəcət olduğunu göstərir. Əla. Azərbaycan xarici ölkələr, komplar, kurslar, iclaslar iştirak olunur. Əla. Tez-tez. Skor işarəsindən mənaları mehriban olmaq, xüsusilə işarət sağlamlaşılmışlar, iştirak Əla. üstü qatılır. 300 milyondan çox üzvü olmuşdur. Sadəcə 6-7 yaş deyil, 6 yaşdan başlayır. Yaş həddi yoxdur, 65 yaşında bir adam da sınavlaşıla bilər. Bir də 57 milyondan çox insan iştirak edir. Ən çox məlumatı verən 1 və 2-ci qrupda. 3-cü qrupun məlumatı biraz zəif idi. İndi digər qrup işlərdə olacaq. Uşaqlar əyləşin, çox sağ olun məlumatlarınıza görə.
Artıq dərsim bitib. Uğurlu alındım, bəyəndim. Evə getmək zamanı deyil. Digər qrup yoldaşlarımın dərsini dinləməliyəm. Amma yorulmuşum, həqiqətən. Mənim olmaq çox çətindir. Deyirlər ki, asan, heç asan deyil. Rəngim, artıq məktəbdə dərsimiz sonlanır. Evə getmək zamanıdır. İlkin ki, evdə dərslə bağlı fikirlərimi bölüşərəm. Evdə daha sakit ortamda və rahat fikrimi bildirə bilərəm bura qarşı. Belə, artıq evdəyəm və dərs haqqında fikirlərimi bildirmək istəyirəm. Altılar çox dəcəl idilər də deyə bilərəm, dəcəl deyildilər də deyə bilərəm. Sağ olsunlar, həqiqətən mənim dərsimi maraqla dinlədilər və mənim dərsimə yaxşı cavab verdilər. Sadəcə hər bir komanda özü istəyirdi ki, qalib gəlsin, lakin belə bir şey olmur. Qalib gələn yalnız bir komanda olur. Yəni, digər qalib gəlməyən komandalar biraz məndən incidir. Amma nə etmək olar? Yəni, bunu başa düşmək lazımdır deyə düşünürəm uşaqkən. Qalibiyyəti də, məğlubiyyəti də uşaqlar dərk eləməyi öyrənməlidir. Məhz interaktiv təlimlər də bunun üçün var. Bir də düşünürəm ki, belə reaksiya vermələrində bir səbəb var ki, onlar hələ ibtidai beynindən çıxmayıblar. Söz yox, 5-lər daha çox ibtidai beyninə yaxın olur, ancaq 6-larda da biraz onun təsiri qalır. Düşüncələrim, dərsim yaxşı idi, hər şeyi yerli-yerində apardım və vaxtı da çox qəşəng bölüşdürdüyümü düşünürəm. Ən əsası bütün şagirdlərin aktiv olmasını istəyirdim və hər biri aktiv idilər. İşdə praktikası haqqında axırda bir fikrimi də bildirmək istəyirəm. Bir etiraf da desəm yeridir. Normalda məktəbdə işləyən tanışlarım, qohumlarım deyirdi ki, məktəbdə insan dəhşət yorulur. Mən deyirdim ki, nə qədər yorğun ola bilərsiniz ki, yəni biz universitetdə də təhsil almışıq. Universitet yorğunluğu ilə təxmini eyni olar. Amma gördüm, həqiqətən elə deyil. Uşaqların çıxırışları olsun, qaçışları olsun. Həqiqətən 3 dərsdən sonra artıq beyin qaldırmır deyə fikirləşirəm. Ona görə artıq onların yorğunluğunu çox yaxşı anlayıram. Yaşayan bilər, həqiqətən. Belə, bugünkü vloqum bura qədər idi. İzlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Gələn vloqlarda görüşmək üzrə. Hələlik.